Yeməyi yeyəndən sonra mən bilirəm ki, mənə deyəcəklər, dur bir də Azərbaycan rəqsi. Mən tez gedib bəzəm, gəlirəm Azərbaycan rəqsi eləyirəm. Çünki darıxır, adam darıxır, çəkir. Fransada Azərbaycanı təqdim eləyəndə. Baxın necə ağır doyunur. Bunu ilk dəfə mən geyinəndə, fırlananda məni aparır harasa. Misilin özünə məxsus folklorik rəqsidir bu. Yaylıqla oynayırsan. Bu çox köhnə Osmanlı kostyumudur. Mən bunun altına nəsə geyinib çıxmalıyam, amma Türkiyədə mən gördüm ki, xanımlar altına heç nə geymirlər. Beləcə də çıxırlar. Amma burada Amerikadır. Nə qədər də belə desək ki, Amerika, bunlar çox konservativdir. Bunlar hər şeyi belə ortaya açıq səhnəyə çıxa bilməzsin. Sizə gülməli nəsə bir şey göstərməliyəm. Biz indi Fikrət Əmirovun 1001 gecəni folklorik baleti qoyuruq səhnəyə. Dararam dam 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 dam. Çaylık düzəltmişəm gecə ilə. Görün necə ağırdır, belə götürsəz əlinizə, çox ağırdır. Çətin bir məsləkdir əslində. Bunu adi svaşik düzəldim. Mən Leman Hendrix, Azərbaycanda doğulmuşam, Azərbaycanda oxumuşam, sonra İngiltərəyə köçmüşəm. 2012-ci ildə Amerikaya köçmüşəm. Burada yaşayıram, milli rəqslərimizlə məşğulam və Azərbaycan mədəniyyətini, tarixini tanıtmağa çalışıram. Yana yana kül oldum, bir əsmərə qul oldum. Yana yana kül oldum, bir əsmərə qul oldum. Kuş dili bilməz ikən yar 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 yar. Oxudum bülbül oldum, oxudum bülbül oldum. Kuş dili bilməz ikən yar 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 yar. Nasıl könül vereyim, könül vereyim. Mən Amerikaya 2012-ci ildə köçəndə ilk kəz məni bir Yunan festivalına dəvət elədilər ki, gəlin, o Yunanların festivalı var hər bir ştatda olur. Onlar yemək bişirirlər, gəlirlər, hamısı oynayır və orada bizim rəqsi bir İran rəqsi olaraq göstərdi. Düzdür, bizim elementlər yoxdur, amma bizim rəqslər olaraq göstərdi. Bu mənim çox acıma gəldi. Mən dedim, yox, belə şey olar. Demək ki, Azərbaycan rəqslərini tanımırlar. Özə kimə deyirsən Azərbaycan deyir nə? It's an Azerbaijani thing. He wouldn't understand. It's okay. Don't worry about it. Forget about it. It's all right. Well, where did you get this? Yoldaşım özü Alyaskada doğumludur. Hərbiçidir. Bir də ki, o qaz plantasiyasının böyüyüdü Alyaskada. Bizim bura gələnə kimi 2 il Azərbaycanda mən valideynlərimin yanındaydım. Bu 2 il ərzində o deyir ki, Alyaskada heç nə problem yoxdur. Qarı da çox göstərmir belə. Mən gəldim, bura məni gətirdi iyun ayının axırı. Mən baxıram necə qəşəng. Çox da isti deyil, amma hər yer belə bir necə meşəlik, ayı gedir, qorxa-qorxa baxırsan, deyir baxa, qapıdan bax, ayı da qapını açırsan, gərək baxasa ayı keçir. Mən gəldim, dedim, nə qəşəngdir. Avqustun 18-i, ilk gün məktəb, qar yağır. Mən şokdayam. Qızı aparıram, qızımı dərsə. Baxıram ki, bir qar yağır. Amma ağaclar yaşıldır da. Elə bir yayın üstlərinə belə qar yağır. Çox soyuq, çətindir yaşamaq orada. Çünki o soyuğa alışqanlıq olmalıdır da. Mən soyuq ölkədə də olmaq. Azərbaycan elə də bir soyuq bir yer deyil. Yəni qışda ola bilər, amma ora çox soyuqdur. İnanın ki, bir də nə qəribədir. Gecələr yayda hava qaralmır. Mənim qızım baleti oxuduğuna görə, mən də özüm rəqsimi elədiyimə görə biz çox düşündük. Çünki Alyaskada insanlar çox az yaşayır və orada elə də bir, deyim ki, böyle bir tələb də yoxdur. Biz düşündük ki, mən bunu professionalna mən bu işi görürəm. Bu qızım da professionalna baleti oxuyur. Biz nə etməliyik? Biz elə bir yerə köçək ki, biz əslində düşündük Houston balet. Amma Houston'a mən getdim, Houston'u gördüm. Dedim, yox, mən Houston'a yaşaya bilmərəm. Orada dəlixanadır, əməli başdır. Biz gəldik Austin'a.
Buranı gördüm, mən dedim, yox, bura yaxşıdır. Elə burada ancaq maral gəlir bağçaya, nə bilim, heyvanlar gəlir. Alyaskada bir dəfə bilirsiniz, bir də belə bir şey olmuşdu. Mən onu tez qısa danışım. Mənim böyük maşın trak sürüşdü yolda, qaranlıq meşədə. Mən onu, maşının təkərini oradan çıxarana qədər barmaqlarım qanıydı. Mən bir həftə bəlkə də qızına bilmədim isti suyun içində. Qorxunc idi, amma nə qorxulu idi. Çünki o meşədə nə istəsəz ola bilər də. Hər hansı bir heyvan gəldi səni, vəbşim, öldürdü. Heç mi? Maşına da mənim oğlum o zaman balaca idi. O balaca. Qız da qalıb baletdə, qızım. Ona görə mən dedim ki, yox, burada yaşamaq çətindir. Gedim mən orada da istidə, nə istəyirsən eləmək olur, amma soyuq çətindir. O hərbiçi olduğu üçün çox düzgün, çox dürüst, ağı, qara. Mən də belə adamam. Elə olduğu üçün çox anlaşırıq, yəni bir-birimizi başa düşürük. Amma mədəniyyət məsələsinə gələndə o başqa dindən, mən müsəlman, mən hörmət edirəm hər bir dinə. Görürsüz mən onun da dininə hörmət edirəm. Sadəcə bu ailədə mən bir şey başa düşmüşəm ki, fərqli millətlə evli oldun, dindir, siyasətdir, bu söhbətlər olmamalıdır. Yox, çünki heç vaxt mənim bir rəhmətli dayım var, deyirdi ki, molla ilə keşiş bir araya gələ bilmir, gələ bilməz, olmayacaq. Amma mənim yoldaşım, mən deyərdim ki, son vaxtlar o daha çox mənlə vaxt keçirtdi və o görür ki, mən nə əziyyətlər çəkirəm. O hətta özü mənə yazıq gəlir, niyə bu işi görürsən? Axı oriental da olsa, axı elə də bir böyük pul yoxdur, elə bir böyük bir gəlir yoxdur da. Mən gedib ofisdə də öz bizim düzdür öz işimiz var, öz şirkətimiz var, amma mən daha çox yenə də rəqsdə qalmaq istəyirəm. O deyir ki, niyə belə özünə əziyyət verirsən? Çünki gəlirsən, ayaqların nə bilim cırılıb, nə bilim üstün qan, yorulursan, saçların tökülür, nə qədər olmasa saçı yığ, düzəlt. Makiyaj, bu çox çətin məsləkdir. Çox çətin. Çünki saatlarla sən bir mahnı seçirsən, xoreografiya seçirsən, bəyəniləcək, bəyənilməyəcək, hər cür insanlarla qarşılaşırsan. Biri belədir, biri belədir. Məsləyin özünün çox çətinlikləri var. Onda mənə yazığı gəlir. Assistentlik eləyir mənə. İşlərimi daşıyır. Amerikalılar çox rahatlığına düşkün. Mən hətta çox təəccüblənirdim. Məsələn, olur küçədə atəşfəşanlıq olacaq. Hərə foldable belə yığılan əlinə alıb gedirdir, amma bu qonşu hara gedir? Yolun ortasında belə qurdu, oturdu, pivəsini açdı, içdi. Hər şeydə özdə belə bilirsiniz, transformer kimi açır, dup, yeməyi də yanında, içkisi də. Bilirsiniz, mən deyərdim ki, valla mən yoldaşım, mən hərdən də olur ana, ata, bala, yəni bizim olur hər aradan söhbətlərimiz qızğın belə olanda, nəsə bir-birinizlə anlaşmamazlıq olanda, mənim yoldaşım həmişə məni çəkir, deyir ki, işi olub da, deyir, adamlar yaşlı adam, sən biraz daha səbirli ol, sən daha anlayışlı ol, axı onlar sənə ehtiyacı var. O mənə həmişə onu başa salır, mən çox minnətdaram onun üçün, doğrudan da çox anlayışlıdır. Çünki mən də onun ailəsinə qarşı elə olduğum üçün, ona görə o da eyni göstərişi. Bilirsiniz, bax mən deyim, bu xaricilərlə ailə qurmaqda ya qarşılıqlı anlaşma olur, ya heç olmaz, o başqa bir məsələ. Amma hardasa onlar görür belə bu fədakarlığını, hardasa başa düşür. Düzdür, insandan da çox şey asılıdır, amma daha çox anlayışlılıq var, daha çox acceptance da belə var. Qəbul, biraz svoboda var. Məsələn, bizim mədəniyyətdə o biraz çətin bir şeydir də. Hərə elə bir ki, belə bir söz var, deyir ki, bizim məşhur bir həkim mənim çox xoşuma gəlir. Hərdən sözlər atır, bir replikalar deyir ki, xarici ilə evli olmayla bir tango oynayır ki adam. Azərbaycanlı ilə bir yallı gedir. Bax o çox doğru düzdür. Doğrudan da. Çünki məsələn də ailədə belə biz çox qarışmırıq. Yəni o kimsə nəsə istəyir eləmək, məsləhət vermək olar, amma çox qarışa da mənim qızım məsələn böyük qızdır. Çox qarışa da bilməsən bura Amerikadır. Deyir ki, mənim öz haqlarım var. Düzdür, deməz o, amma yenə də nə qədər olmasa hörmət eləmək çox vacibdir. O şeyi uşaqlar üçün də qorumaq lazımdır. Belə deyirəm ha, amma uşaqların canını alırım. Folklorik rəqslərimizdən əlavə həm də oriental rəqsləri
oynayıram. Bizim bildiyimiz o Azərbaycandakı oriental deyil təbii ki. Oriental fərqli bir şeydir. Bütün dünyaya belə baxsaz, rusların artıq öz bir stili var, Ukraynalıların öz stili var, Argentinalıların öz stili var, türklərin həmişə öz stili olub. Mən türk stili üzərində gedirəm. Rəqs dünyasında öz problemləri, öz mafiyası var, daha çox istədiklərini çəkirlər qabağa. Folklorik rəqslərdən vəbşə danışmıram. Oradan mən demək olar ki, ancaq xərcləyirəm və ancaq ziyana gedirəm. Valla mən çox məyus oluram, çünki milli rəqslərimiz o qədər gözəl, incə, qəliz. Hətta mənə gəlib deyənlər olur ki, sən niyə folklorik eləmirsən, oriental eləyirsən? Mən başa sala bilmirəm ki, folklorik zövqlərimizə görə, Azərbaycanı tanıtmağa görə, yəni tək rəqslərimizlə tanıtmıram. Gedirsən, stol qurursan festivallarda, səhərdən axşama soyuq, qar fərq eləmir. Ya isti, sən gedib oturursan bütün ailənlə bir yerdə, səhərdən axşama hər gələn adama deyirsən ki, bizim tarix belədir, daha maraqlı olsun deyə hər şeyi belə rəngli ortaya çıxardırsan. O qədər çətindir. Hətta burada yaşanan Azərbaycanlılar tərəfindən dəstəklənən, xeyr, elə bir şey yoxdur. Yəni bəlkə də mənə narazılıq eləyirlər, amma mən hələ Azərbaycanlılarımızdan bir dəstək görməmişəm. Mən deyim ki, kimsə gəldi mənə dedi ki, Ləman, biz səni dəstəkləyirik, sən Azərbaycanı tanıt, elə bir şey heç vaxt olmuyor. Ailəmdən başqa mənə heç kim dəstək olmuyor. Hətta təsdiq eləyir bir çox Azərbaycanlılar, hansı ki bu işləri görür, o boyda olan Azərbaycanlı olan şəhərdə bir də Azərbaycanlı yoxdur gəlsin. 2-3 gəlib hələ oradan da bir söz də atırlar. İnsan köçəndə necə olur? Mən muğama qulaq asmadım, mən burada muğama qulaq asıram. İnsan darıxır da öz mədəniyyəti, nə olsun ki, ruski sektor ya belə bitirmisən, nə qədər olmasa çəkir. Mən heç Azərbaycanca danışmırdım. Mən burada daha çox valideynlərim bura köçəndən sonra Azərbaycanca daha yaxşı danışıram da. Amma orientaldan demək olar ki, məndə tələb daha çoxdur. Öyle olur ki, bəzən şoulardan imtina eləyirəm, çünki vaxt yoxdur. Qürur vericidir ki, insanlar başa düşür ki, sən orientalda şərq ölkələrinin fərqli-fərqli şəhərlərinin, fərqli-fərqli ilçələrin stilini göstərirsən. Çünki oriental da folklordan gəlir. Mən deyərdim ki, oriental rəqsləri professional mən danışıram. Daha çox gəlirlidir, daha çox tələb olunandır. Bizim Azərbaycanlılar bir gün oyanıb başa düşəcəklər ki, bizim mahnılarımız, bizim mətbəximiz, rəqslərimiz kimi gözəl, incəsənəti, bacarıqlı olan millət dünyada yoxdur. Biz Azərbaycan hara köçdük, o dilin aksentində onlardan da yaxşı danışırıq da, o millətlərdən. Biz sadəcə birlik yoxdur. Biz niyə bu qədər bir-birimizə qarşı bu qədər paxıl, bu qədər inadkar, bu qədər başqa millətə yaxşıyıq, amma özümüzünkilərə yox. Mən ümid edirəm ki, bu bir gün dəyişəcək.